Məkanları cənnət olsun. Onlar vətəni qara gündən sardılar. Hər birimiz şəhidlərimizə borçluyuz. Ona görə də həmişə şəhidləri yad eləməliyik, şəhidlərimizi tanıtmalıyıq yeni övladlarına, gənc nəslə. Qazilərimizə də Allah kömək olsun, sağlamlıqlarına qovuşsunlar. Allah rəhmət edesin cəm şəhidlərine. Mən də Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm. Məkanları cənnət olsun. Qazilərimizə Allah'tan şəfa diləyirəm. Və bizim borcumuzdur şəhidləri unutmamaq. Onların qəbrini ziyarət etmək, qəlbimizdə yaşatmaq. Biz də bunun üçün həm müəllimlik vəzifəsində, həm vətəndaşlıq vəzifəmizdə bunu həyata keçirməyə çalışırıq. Nə qədər də həyata keçirsək, biz şəhidlərimizin qarşısında borcu ödəməkdə həmişə çətinlik çəkəcək. Allah səbir versin ailələrinə. Zəfər günləri qarşıda böyük zəfərimizin 5-ci il dönümüdür. Bu zəfəri bizə bəxş edən oğullar, bu sırada olan oğullar, şəhidlərimiz. Onlardan biri də bizim məktəbimizin məzunu Süleymanov Əyyub Rasimoğludur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, ruhları şad olsun ki, bu alnı açıq, üzü ağ yaşamağı bizlərə nəsib edirlər. Allah qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Allah Ali Baş Komandanımızı daimi var eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Yarının gözləri hər an intizarda, vətənin oğlusan, vətənin bu gün darda. Ananın fəryadı duyulur oğlum arda. Sən uyu şəhidim, sən uyu məzarda. Məkanın cənnət, cənnət olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Məkanın cənnət, cənnət olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, Qarabağ ağlama, oğlun şəhid oldu. Yarım ağlama, ürək